Əl-Məaric, Dərəcələr surəsi. Mərhəmətli və rəhimli Allahın adıyla. İstəyən kimsə baş verəcək əzabı istədi. Bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq. O, dərəcələr sahibi olan Allahdandır. Mələklər və ruh ona doğru sayı 50.000 ilə bərabər bir gün ərzində qalxırlar. Sən təmkinlə səbr et. Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər. Ey Rəbbimiz, sən bizim bu gözəl vətənimizi qoru, əmin-amanlıq yurdu olan bu gözəl vətənimizi qoru. Ey Rəbbimiz, üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Ey Rəbbimiz, sən bizim bu gözəl vətənimizi məkir düşmənlərin hilələrindən qoru. Sən öz əzəmətli gücünü, qüdrətini düşmənlərimiz və havadarlar üzərində bizə göstər. Ey Rəbbimiz.